Salam uşaqlar, toplumun ikinci hissəsi ilə qarşı-qarşıyayıq. Çox sual seçmişəm, qısaltmağa çalışacağam. Başlayaq 36-cı sualdan. Konus düşmüşdü uşaqlar, silindir düşməmişdi. Silindir gözləyirik, kürə gözləyirik. Ehtiyatlı olaq. Və yaxud da konusun açılışı da ola bilər. Silindirin yan səthinin sahəsi 120 pi. Tez yazırsam, S yan bərabərdir 2 pi RH bərabərdir 120 pi. Piləri aparsaq, piləri apardıq. Bir də ikiləri də aparsaq, RH-ın cavabına qalacaq 60. Nə istəyir? Deyir, onunla eyni həcmli olan konusun, eyni həcmli deyə bilər uşaqlar, eyni böyüklükdə olan konusuna deyə bilərdi. Konusun oturacağının radiusu 6-dır. Oturacağının radiusu 6-dır, hündürlüyü isə 15-dir. Demək, həcmləri eyni olmalıdır. Silindirin hündürlüyünü istəyir. Gəl baxaq. Konusun həcmi düsturu necə idi? 3/1 pi r kvadratı vurulsun h. Demək, konusun həcmi düsturu belə idi uşaqlar. Bir də piramidanın həcmi düsturu v bərabərdir 3/1 s oturacaq vurulsun h. Burada pi r kvadratı demirik. Çünki piramidanın oturacağı dairə olmur. Piramidanın oturacağı ürəyin istəyən fiqur ola bilər. Dördbucaqlı piramida deyirsə dördbucaqlıdır. Düzgün dördbucaqlı piramida deyirsə aşağısı kvadratdır. Üçbucaqlı piramida deyirsə aşağısı üçbucaqdır uşaqlar. Düzgün üçbucaqlı piramida deyirsə aşağısı bərabər tərəfi üçbucaqdır. Yaxşımı? Bax, buna fikir verin. Oturacaq fiqurun sadəcə sahəsini vurursan h-a, vurursan 3/1-ə. Gəl buradan giriş eləyək, həcmini tapaq. 3/1 vurulsun, pi vurulsun, radiusu 6 idi, 36. Vurulsun h-ı 15. Bərabərdir silindirin həcminə. Silindirin həcmi isə sadəcə s oturacaq vur h-dır. Bu həmçinin uşaqlar, həm silindirin həcmidir. Silindirin, həm paraleliped, həm də uşaqlar prizma. Prizmanın da həcmi həmçinin s oturacaq vurulsun h-dır. Prizma ilə silindirin fərqi nədir? Silindir də uşaqlar aşağı-yuxarı üzlər dairə olduğu üçün yan üzlər də Kruqavoy, belə deyək, Red Bull qutusuna bənzəyir. Sizə başa salmışam da. Amma prizma da aşağı və yuxarı tərəflər piramiddə olduğu kimi ürəyin istəyən fiqur ola bilər. Onun üçün də yan tərəflər həmişə düzbucaqlı olacaq. S oturacaq vur h-dır, yəni pi r kvadratı vur h-dır uşaqlar. Biz hələ ki nəyi bilirik? 2 pi RH-ın cavabını 120 pi olduğunu bilirik. Yəni RH-ın cavabını 60 bilirik. Əslində burada RH yaratmaq olar. Pi vurulsun, R vurulsun, H vurulsun, R olsa, bu hissəsinin cavabına qalacaq uşaqlar 60. Sadəcə mən bunu böyük R olaraq yazıram ki, bilək ki, bu silindirin radiusudur. Pi vurulsun, 60 vurulsun, silindirin radiusu. Buradan qəşəng şeylər çıxacaq. 3 aparsam 12, 60'ı 12'ye bölsəm 5 eləyəcək və 15 böl 5 silindirin radiusuna 3 qaldı uşaqlar. Bizdən silindirin hündürlüyünü istəyir. Silindirin radiusuna 3 qoysam h böl 3 eləyəcək. Daha doğrusu 60 bölü 3 eləyəcək. H-ın cavabı 20. Keçirəm bu suala. Kürənin diametrinə perpendikular olan müstəvi. Bu kürəmizdir uşaqlar. Kürənin diametrinə, bu mənim kürəmin diametridir. Kürənin diametrinə perpendikulyar olan müstəvi, məsəl üçün uşaqlar, belə bir müstəvi çəkdim. Perpendikulyardır, yəni bunu vətər olaraq algılayacaqsan. Əgər vətər nəyəsə perpendikulyarsa və yaxud da vətərə kimsə perpendikulyardırsa, vətər saxlaya bilmir özün, yarba-yar bölünəcək. Vətərin uşaqlar üzərinə x qeyd edəcəksiniz və deyir, uzunluqları 2-8-ə bərabər olan hissələrə ayırır. Demək, diametri 2 və 8 olan hissələrə ayırır. Bu da bizim kürəmizin mərkəzidir. Onda kürənin diametri uşaqlar sizə verəcək 10. Kürənin radiusu isə sənə verəcək 5. Buradan bura qədər məsafən 5-dir. Buradan bura qədər məsafən 3-dür. Radiusuna 5 qalır deyə xətti çəkdim, 5 yazdım. X məsafəsini isə qalacaq 4. X məsafəsi 4-dürsə, onda bu hissə də həmçinin 4-dür. Alınmış kəsiyin sahəsini istəyir uşaqlar. Alınmış kəsik, bax, bu kəsikdir. Və dairədir təbii ki. Dairənin radiusu 4-dürsə, alınmış kəsiyin sahəsi pi r kvadratı, yəni 16 pi eləyəcək. Alınmış kəsiyin uzunluğunu da istəyə bilərdi. 2 pi r olacaq 8 pi. Cavabında 16 pidir. Hər birinin səthinin sahəsi 48 olan 7 ədəd kongruent metal kürəni əridərək yeni kürə əldə etdilər. Alınan kürənin həcmini tap. Demək, hər birinin səthinin sahəsi 4 pi r kvadratı uşaqlar. Gəl balaca r ilə yazaq. 4 pi r kvadratı bərabərdir 48-ə. O zaman pi r kvadratı bərabərdir 12-yə. Görə ehtiyac var idi buna.
7 ədəd konkret metal kürəni əldə edərək yeni bir kürə əldə etdilər. Alınan kürənin həcmini tap. Demək, həmin o 7 dənə balaca olan kürələrin həcmlərinin cəmi sənə verəcək böyük yaratdığım bir dənə kürənin həcminə. Yəni kürənin həcmi düsturu lazımdır. Yəni 3/4 pi r kubu. Bunlardan 7 dənə var. Bu isə bizə verir 3/4 pi böyük r kubunu verir. Piləri ixtisar aparsaq uşaqlar. 3/4'ləri ixtisar aparsaq və burada pinin cavabını 3 verdiyi üçün 3r kvadratı bərabər 12-yə. R-in kvadratına qalacaq 4. Radiusun cavabı isə 2-dir. Balaca kürələrin radiuslarının cavabı 2-dirsə 8 vur 7 bərabər r kubuna. R kubunun cavabına qalacaq 56 və bizdən alınan kürənin həcmini deyir tap. 3/4 vurulsun pi vurulsun r kubu 56 olduğu üçün, pi-nin cavabı 3 olduğu üçün cavab olacaq 4 vur 56 224. 22-ci sualda kürənin radiusunu 5 dəfə azaltdıqda böyük dairəsinin sahəsi necə dəyişir uşaqlar? Kürənin radiusu 5 dəfə azalıbsa, böyük dairənin sahəsi pi r kvadratıdır. Kürənin böyük dairəsi uşaqlar gəlib ən mərkəzindən keçən dairəsidir və bu dairənin sahəsi pi r kvadratdır. Baxırsan ki, radiusdan kvadratik asılı deyə 25 dəfə azalacaq. Cavab olacaq C bəndi. Səthlərinin sahələrinin nisbətləri 4/1 olan kürələrin həcmlərinin nisbətlərini tap. Demək, kürələrin uşaqlar səthlərinin sahələri S-tanın yəni 4 pi r kvadratıdır. Baxırsan ki, səthinin sahəsi radiusdan kvadratik asılıdır. O zaman səthlərin sahələrinin nisbətləri 4/1-dirsə, onda bunların radiusları nisbəti neçə olacaq? 2/1 olacaq. Həcmlərin nisbətləri isə həcm düsturu necə idi? 3/4 pi r kubu. Baxırsan ki, həcmlə radius kubik asılıdır bir-birlərindən. Ümumiyyətlə uşaqlar, səthin sahəsindən həcm arasında əlaqəni bizə radius verir, radius yaradır. Həcmdə radiusdan kubik asılı olduğu üçün 2/1-in kubik versiyası 8/1 verəcək. O birisi sualda isə həcmlərin nisbətləri 64/8 verir. Yəni R1-in kubu böl R2-nin kubu mənə verəcək 64/8. İxtisar aparsam 8/1 qalır. Onda radius 1-i radius 2-yə böləndə kubları əgər 8/1-dirsə, o zaman özləri 2/1 nisbəti olacaq. Kürələrin səthlərinin sahələrinin nisbətləri uşaqlar, bunların kvadratı olacaq 4/1. Kürənin radiusu necə dəyişmək lazımdır ki, həcmi 8 dəfə artsın uşaqlar? Kürənin radiusu, həcmi radiusundan kubik asılıdır. 8 dəfə artması üçün gərək radiusu 2 dəfə artıraq. 111-ci sual. Oturacaq çevrəsinin radiusu 3 olan konusun səthinin açılışına əsasən onun yan səthinin sahəsini tapın uşaqlar. Bu konusun açılışına əmələ gələn bucaqdır. Ümumiyyətlə konus uşaqlar açılanda keçir olur sektor, bir dənə sektor əmələ gəlir və bir dənə dairə əmələ gəlir. Baxın dostlar, bu hissə olduğu kimi qalır. Konusda bu hissə nə idi? Hündürlük idi. İndi konusun hündürlük deyirəm, doğuran. Bu hissə doğuran idi. Konusun doğuranı uşaqlar gəlib olur sektorun. Baxın, bunu mən sektoru tamamlasam sənin üçün. Sektorun nəyi olmuş olur? Radius olmuş olur. Bax, eyni ruçka ilə yazmağa çalışacağım. Sektorun radiusu olmuş olur. Yəni, burada konusun doğuranı sektorun radiusuna bərabərdir. Və bu hissə, uşaqlar, yəni onu belə göstərək. Bu hissə nədir? Bu hissə, uşaqlar, dairənin başına dolanmış hissədir. Sadəcə kəsmişik, açmışıq. Bu hissə, yəni 2 pi r-dir. Bax, bu 2 pi r qövsün uzunluğunu tapmaq üçün nə etməlisən? 2 pi r qövsün uzunluğunu tapmaq üçün yazıram pi r alfa bölünsün 180. Burada uşaqlar radius, bax bu radiusdur. Bu r isə uşaqlar başqa yerdə yaxşı qarışdırmayın. Hətta bura l hərfi yazıb qaydamıza qeyd edirik. Pi l alfa bölü 180. Yəni konusun doğuranı vurulsun alfa bölünsün 180. Bir dənə gəl tez deyilənləri yerinə qoyaq. Oturacaq çevrənin radiusu 3-dürsə, demək yazıram 2 vurulsun pi vurulsun 3 bərabərdir. Pi vurulsun, doğuran uşaqlar haqqında məlumatım yoxdur, eldir. Amma bu mərkəzi bucaqdır, 72 dərəcə verəcək sənə. 180 misalın cavabı. Piləri aparsam ixtisar 2 ilə 3-ün hasil 6 edir, 70 ilə ixtisar aparsam 12. Elin cavabına qalacaq 180 bölünsün 12. 6 yaparsam 30, 6 yaparsam 2, 15 eləyəcək uşaqlar. Deyir, onun yan səthinin sahəsini tap. Yan səthi, yəni konusun yan səthinin sahəsini istəyir. S-yan nəyə bərabər idi konusda? Pi, R, L. R-i var, L-ini də mən tapmışam. Aparıb yerinə qoyacaqsan. Pi vurulsun, 3 vurulsun, 15. Cavab eləyəcək 45 pi. Xahiş edirəm, bu pini yemə.
26-cı sual. Tərəfi 4-ə bərabər olan kvadrat tərəflərindən biri ətrafına fırlanır uşaqlar. Belə baxaq da misala. Bu mənim kvadratımdır. Tərəfi 4-dürsə, əgər hər hansı bir tərəfi ətrafına fırlanırsa, burada artıq bunun vecinə deyil də, çünki bütün tərəflər eynidir axı. Belə bir uşaqlar silindir əmələ gələcək. Oturacağın radiusu da 4-dür, hündürlüyü də 4-dür. H2 deyil ha dostlar. Görürsən ki, burada H-dır, bu da sənin aşağının radiusudur. Aşağının radiusu 4-dür, H da 4-dür. Yəni H sadəcə elə bərabərdir burada. Düzgün silindir deyil, bərabər tərəfli silindir deyil. Formadan alınan cismin yan səthinin sahəsini tap. S-yan bərabərdir 2 pi r h. Yəni 2 vurulsun, pi vurulsun, radius 4-dür, H da 4-dür. Deyəcək 32 pi. Pi-ni yemək xahiş edirəm. 41-ci sual. Yan səthin sahəsi 80 olan silindirin ox kəsiyi kvadratdır. Artıq burada ox kəsiyi kvadratdırsa, h bərabər 2 şərti 100% ödəməlidir. Harada h hərfi görürsənsə, yerinə 2 qoyacaqsan. Yan səthin sahəsi necə idi? 2 pi r h bərabər 80-ə. Aparıb h-ın yerinə 2 qoysan uşaqlar, 4 r kvadratı pi bərabər 80-ə. O zaman pi r kvadratı bərabər olacaq 20 uşaqlar. Silindirin tam səthinin sahəsini istəyir. S-tan bərabərdir. S-tan bərabər nəyə? Silindir söhbət edirsə 2 pi r kvadratı üstəgəl 2 pi r h. Hansı ki 2 pi r h-ın cavabını sən 80 bilirsən. Pi r kvadratı 20-dirsə 2 pi r kvadratı eləyəcək 40. 40 ilə 80 cəmi eləyəcək 120 uşaqlar. Misalın cavabı 120-dir. Həcmi 54 pi olan kimdir bu? Silindir. Test silindirin həcmini yazaram. S oturacaq vur h-dır. S oturacaq uşaqlar, yəni pi r kvadratı vur h-dır. Bərabər 54 pi-yə. Pi-lərə aparsam, ox kəsiyin sahəsi 36 uşaqlar. Ox kəsiyin sahəsi nədir? Baxın bir dənə tez ox kəsiyə. Ox kəsiyi düzbucaqlıdır silindirdə. Bura h-dırsa, bura 2r-dirsə, ox kəsiyi bax bu fiqurdur. H vurulsun 2r sənin ox kəsimin sahəsidir. Bunu isə 36 veribdir. O zaman belə başa düşülür ki, HR-in cavabına qalacaq 18. Bunu uşaqlar radiusun kvadratı olaraq yazıbmışıq. Bunu radius vurulsun radius olaraq yazsaq, misalın cavabı 54 olsa, HR-in cavabı 18 isə, R-in cavabını tapmaq üçün 54-ü 18-ə böləcəksən, misalın cavabına qalacaq 3. Məndən elə radius istəyirdi, cavab oldu 3. 15-ci sualda silindirin yan səthinin sahəsi oturacağın sahəsinə 7 və böyükdür uşaqlar. Silindirin yan səthinin sahəsi 2 pi r h-dır. S oturacağı isə pi r kvadratıdır. Yan səthinin sahəsi oturacağın sahəsinə 7 və böyükdür uşaqlar. Nə edəcəyəm? Demək 2 pi r h bərabərdir 7 pi r kvadratı yazacağam. Əgər yan səthi daha böyükdürsə, bu demək ki oturacağı daha kiçikdir. Bunun böyüməyə ehtiyacı var. Piləri xısara aparacağam, radiusları xısara aparacağam. 2h bərabərdir 7r olacaq. 7r. Onun oturacağının radiusu hündürlüyü nisbətən tapın deyir uşaqlar. H-dan düşəcək 7 pay, radiusdan düşəcək 2 pay. Oturacağının radiusunun hündürlüyə olan nisbəti, yəni 2k-nın 7k-ya olan nisbəti 2 bölü 7 verəcək. Cavab olacaq D bəndi. Konusun doğranı 8. Oturacağının radiusu 4 kök altı 3. Baxın dostlar, hipotenuzun yarısının kök altı 3 misli olubdur. Demək bura 60-dır. Bu isə 30 verəcək sizə. Konusun doğranı ilə, doğran budur uşaqlar. Konusun doğranı ilə hündürlüyü arasında qalan bucağın dərəcə ölçüsü 60 verəcək. 111-ci sual. Hündürlüyü 12, apofemi 13 olan düzgün dördbucaqlı piramidanın, yəni piramidanı çəkim sizin üçün. Düzgün dördbucaqlı piramida uşaqlar o deməkdir ki, aşağıdakı əmələ gələn dördbucaqlı aşağıda mənə gələn dördbucaqlı uşaqlar sizə kvadrat versin. Bax, bir dəqiqə. Bu fiqur sizə kvadrat verəcək. Hündürlüyü isə uşaqlar, gəl hündürlüyünü çəkim. Hündürlüyü isə bunun tam olaraq diaqonaların kəsb nöqtəsinə düşəcək. Hündürlüyü 12-dir. Burada uşaqlar apofem sözünə görəsini seçmişəm bu sualı. Apofem yan üzün, yəni yanda bizə 4 dənə üçbucaq var ha. Həmin o üçbucaqların hər birinin hündürlüyünə apofem deyəcək. Yəni apofem hündürlükdür. Amma haranın hündürlüyüdür? Piramidanın öz hündürlüyü deyil. Çəkdiyim qırmızı xətt deyil uşaqlar. Yan üzün, yəni üçbucağın hündürlüyüdür. Yəni çox da qəliz bir şey deyil. Üçbucağın hündürlüyünü işləyə bilirsən çünki sən. Burada mənə gəldi belə bir xətt uşaqlar. Bu xətt baxın, bu xətt tərəfin yarısıdır. Niyə rəngi dəyişmədi bunun? Bax, bu xətt
tam olaraq çəksək tərəfin yarısı olacaq. İndi hündürlüyünə 12 qeyd elədik, apofemin 13-dür. Bu xətti uşaqlar Pifaqoru hesablasaq 169 çıx 144 eləyəcək 25. Burasının uzunluğu 5-dir. Buranın uzunluğu 5 isə bu da 5-dir. O zaman tərəfindən uşaqlar 10 qalmış olacaq. Piramidanın həcmini istəyir. Piramidanın həcmi uşaqlar, demək V piramida, V hərf bərabər 3də 1 S oturacaq, vur H. Da Pierre kvartı yazmırsan, ha, bunun oturacağı artıq Pierre kvart deyil sahə olaraq. 3də 1 vurulsun, aşağının sahəsi uşaqlar 10 vur 10 100 eləyəcək. H-ın uzunluğu isə 12-dir. Aparsam ixtisar cavab olacaq 400. Xətti ölçüləri natural ədədlər olan düzbucaqlı polipetin iki üzünün sahələri 11 və 19-dur. İki üzünün sahəsi, məsəl üçün AB-nin sahəsi 11-dir. Bir də BC yazaq 19. Bizə AC lazımdır. Xətti ölçüləri deyir natural ədədlər olan düzbucaqlı polipetin. AB hasili 11-dirsə, BC hasili 19-dursa, hər ikisinə B hərfi var uşaqlar. 1 və 11-in hasili 11 eləyər. Natural ədəd dediyi üçün ancaq tam qiymət götürməliyik. Bura isə 1 və 19-dur. Onda AC hasili neçə qalır uşaqlar? 11 vur 19 qalır. 209 eləyəcək, yəni tam sətirin sayəsi 11 üstəgəl 19 üstəgəl 209-un 2 qatı. Yadınızda saxla ki, polipetin hər bir üzündən 2 dənə var. 11 üstəgəl 19 üstəgəl 209-un 2 qatı 30, 209, 239-un uşaqlar 2 qatı olacaq misalın cavabı 478. 52-ci sual. Pifaqor sualı uşaqlar. AB, AC, AD parçaları cüt perpendikulyardır. Divarın küncünü düşünün. AB, AC və AD. Hər biri 90-dır. Bu divarın küncüdür uşaqlar. Parçaları cüt perpendikulyardır. AB-nin uzunluğunu sənə 5 verib. BD-nin uzunluğu, yəni birinci X, Y set olaraq baxaq. Bir dəqiqə burada demək mən nəyi yanlış yazmışam. Hərflərin yeni səhv qoymuşam. AB, AC, sonra üçüncü ölçü AD. Demək, AB 3'dür, BD düzəldildi, BD 13'dür. Birinci X, sonra Y, sonra Z uşaqlar. Z üçüncü ölçüdür. AB, BD, CD'nin uzunluğu isə 20 verib. Pifaqora girəcək, yəni sadə bir sualdır. Sadəcə oradakı o sıralamaya fikir verin. X, Y, Z. 13'dür, 5'li Pifaqora girsən 169 çıx 25, 144, gör çıxacaq 12 və 400 çıxılsın 144, 256, 16 eləyəcək. AC-ni istəyir bizdən uşaqlar, cavab olacaq 16. Müstəvidən 6,62 cm məsafədə yerləşən nöqtədən, bu bizim uşaqlar müstəvimiz, bu da bizim nöqtəmiz. 6 kökü 6 2 məsafədə yerləşən nöqtədən bu müstəvidə 45 dərəcə bucağına gətirən iki maat çəkilmişdir. 45, 45. Maillərin arasında qalan bucaq deyir uşaqlar bir dəqiqə. Bizdə maillərin arasında qalan bucaq 180-dir. Bizdə isə məsələnin şərtini isə 60 verib. Bir dənə ehtiyatlı olaq bu suala. Buna divarın küncü olaraq qeyd edəcəksən. Aşağını uşaqlar müstəvi olaraq alınayın. Bu bizim hündürlüyümüzdür. 6 kök 6 olaraq qalxıbdır. Hündürlük ilə nöqtəni bu müstəvidə 45 dərəcə bucağına gətirən bu da 45-dir, bu da 45-dir, bu da 45-dir, bu da 45-dir. 6 kök 6 2, bu da 6 kök 6 2 uşaqlar bərabər tərəfli üç bucaq, bərabər yanlı düz bucaqlı üç bucaqdır. Burası sənə verəcək 12, bu da sənə verəcək 12. Maillərin arasında qalan bucaq isə 60-dır. Maillərin oturacaqları arasında, maillərin oturacağı uşaqları buradır. Maillərin oturacaqları arasında qalan məsafəni istəyir. Görən yenəcəyik. Baxın, bu məsafəni istəyir. Qıraqdan çəkirəm sənin üçün bucağın. Burası 60'dır. Bura 6 kök 6 2'dir. Bura 6 kök 6 2'dir. Baxırsan ki, bərabər yanlış bucaqdır. Artıq indi oldu bərabər tərəfli bucaq. Aşağısı da olacaq 6 kök 6 2 debəndi. 38-ci sualda vektorları verib uşaqlar. A vektorunun B vektorunu deyir birinci topla. 5-dən 3-ün cəmi 8, nöqtə virgül, 7-nin M-in cəmi də 7 üstəgəl M verəcək. Və bunu modula salıbdır. Modul nə deməkdir uşaqlar? Modul Pifaqor deməkdir. Kök altında 64 üstəgəl 7 üstəgəl M-in mötərizə kvadratı bərabər olmalıdır 17-yə. Hər dəfə kvadrat qaldırsan 64 üstəgəl
49 açmayaq da qoy qalsın. 7 üstəgəl m-in kvadratı bərabər olacaq 17-nin kvadratı 289-a. 7 üstəgəl m-in kvadratı bərabər 289 çıx 64, yəni 225 verəcək. 225 də uşaqlar 15-in kvadratıdır. 7 üstəgəl m-in cavabı bir dəfə olacaq 15, yəni m-in cavabından 8 qaldı. Bir dəfə də 7 üstəgəl m-in cavabını bərabərləşdirməlisən -15-ə riyazi qaydalara uyğun olaraq. Bu isə -22 verəcək. Təbii ki, hər ikisini verib. Elə bir məsafədir, mənfi olmayacaqdır. Məsafə deyil, bu vektordur. 8 və -22 cavab olacaq A bəndi. 98-ci sual. 90-dan 90 çıxıb uşaqlar. 90-dan 90 çıxıb. Proyeksiya söhbəti var burada. AC-nin uzunluğunu 10 verib. AD-nin uzunluğu 18-dir. Tapacaqsın 6. AB tərəfinin uzunluğunu istəyir uşaqlar. Buranı istəyir. Demək, H-ın kvartı bərabərdir. 6-nın kvartı bərabərdir. 8 vurulsun DB. Olacaq 36 bərabər 8 vurulsun DB. Yəni, DB-nin uzunluğuna qalacaq 36 böl 8. 4 aparsan 9 bölü 2. 4,5 verəcək. 4,5 bəli. 4,5-dən 8-in cəmi isə 12,5-dir. Çünki AB tərəfinin uzunluğunu istəyirdi. 2 bərabər yanlış bucağın təpə bucaqları konkurentdir. Təpə bucaqları uşaqlar eynidir. Və hər ikisi bərabər yanlıdır. Bura x-dirsə, bu da x-dir. Birinci üç bucağın yan tərəfi 15, oturacağı 10. İkinci üç bucağın perimetrisi 32 olarsa, bu üç bucağın yan tərəfini tap. Üç bucağın yan tərəfinə uşaqlar A qoyaq. Əgər bərabər yanlış bucağın təpə bucağı x-dirsə, oturacağı iki bucaqları eyni olmalıdır, y. Həmçinin bunun təpə bucağı x olduğu üçün y. Yəni burada oxşarlıq var. Bu üç bucağın perimetri uşaqlar hazırdır. 15, 15, 10. Yəni 40 bölünsün. Yan tərəfi 15-dir. Bərabər. Bu birisinin perimetrini özü veribdir. Yan tərəfi isə A-dır. İxtisar aparıb baxacaq. 4 aparsam 10, 4 aparsam 8. 10-un 15 aparsam 5-ə 2, 5-ə 3. Edəcək 14 vur 3. 42 olacaq. 100-cü sualda ABC poliqramında AC diaqonal ilə B-in parçası M nöqtəsində kəsişir. Və AN ND bərabərdir. X, onun yuxarı tərəf uşaqlar B isə tərəf olacaq 2x. MA 12-dir. AC diaqonalın uzunluğunu istəyir. Burada uşaqlar babiçka var. Baxırsan, kəpənək qaydası var, qumsu adı var. 2x-i bölərsən x-ə. Bərabərləşdirərsən A-nı böləcəksən 12-yə. A-nın cavabına qalacaq 24. AB 4'dür, BC 3'dür, CD 263'dür. CD'ni 263 veribdir. AB 4'dür, BC 3'dür. Bucaq B, bucaq D bərabər 90 uşaqlar. ABC 4 bucaqsının sayısını istəyir. Bu xətti çəkərsən. 3 4 burası 5 uşaqlar. Bu hissəni tapmaq üçün 25-dən çıxacaqsan 12-ni. 13 verəcək, 2 6 13 verəcək. Və bu üç bucağın sayısı ilə digər üç bucağın sayısını toplayacaqsan. Bu üç bucağın sayısı 3 vurulsun 4 bölünsün 2-dir, yəni 6-dır üstəgəl. Bu üç bucağın sayısı isə 2 kök 6 3 vurulsun kök 6 13 bölünsün 2-dir. 6 üstəgəl kök 6 39 verəcək uşaqlar sizə Y bəndi. Düzbucaqlı üç bucaqda düz bucaq təpəsindən hipotenuza çəkilmiş hündürlük. Proyeksiya qaydası uşaqlar hündürlük 90-dan 90 çıxıb. Biri 4'dür, biri 16'dır. Üçbucağın sayısını tap. H-ın kvartı bərabər uşaqlar 4 vur 16, yəni 64. H-ın cavabına qalacaq 8. Və 2-də 1 vurulsun 8 vur 20. Eləyəcək 80. 62-ci sualda AC, BC bərabərdir uşaqlar. AC, BC bərabərdir. AD, BD bərabərdir. Düzbucaqlı üçbucağın düz bucaq təpəsindən median çıxıb uşaqlar. Onda CD də həmçinin verəcək sənə AB-nin yarısı. Düzbucaqlı üçbucaqda düz bucaq təpəsindən çıxan median hipotenuzun yarısıdır. ASB bucağı 90'dır. CO 2'dir. Və ABC üçbucağın sayısını istəyir. A-nin isə uşaqlar nə olduğunu verməyibdir. Bərabər yan düzbucaqlı üçbucaqdır. Burası 45'dirsə, bu da 45'dir. Ona bu həm hündürlük, həm edəm təmilən sayılmış olacaq. Ona bu nöqtə uşaqlar medianların kəşf nöqtəsi isə burasını qalacaq 1,
Tam olaraq uzunluq 3-dürsə, bura 3-dür, bura 3-dür. ABC üçcanın sahəsi 2-də 1 H-nə hesablanacaq. Tərəfi 6-dır. 3-ün cəmi 6. Hündürlüyü isə 3-dür. 9 eləyəcək misalın cavabı. 131-ci sualda uşaqlar, kombinasyonların cavabları o zaman bərabər olar ki, əgər solları eynidirsə, o zaman bərabər olar ki, sağlarının cəmi bir-birinə bərabər olsun və yaxud elə sağları bir-birinə bərabər olsun. Uşaqlar 4-ün çıxılsın 3 bərabər olmalıdır 3-ün üstə gəl 5-ə. N bərabər olacaq 8-ə. N yenə 8 qoymaq olurmu? 4 vur 8 32 çıx 3 29 verəcək. 3 vur 8 24 bu da 29 verəcək. Yenə ödəyir. N'in cavabı 8. N'in 8 cavabı ödəyəcək. Bir də bura baxaq. 7-dən bərabərdir. 0-a yox, bu arada uşaqlar 44-də. Sağların cəmi sola bərabərdir. 7-nin bərabərdir 2 qaldı, 42 qaldı. N'in cavabının 6 qalmış olacaq. 4 vur 6 24 çıx 3 21'dir. 3 vur 6 18 23'dür. 23 ilə 21'in cəmi 44 eləyir. Təlin kökləri cəmini deyir tapın. 6-dan 8-in cəmi 14. 105-ci sualda 0,15'i yazarsan 2 üstü mənfi olaraq, çünki 10'da 5 deməkdir. İxtisar aparsan 2'də 1 deməkdir. Bu da 2 üstü mənfi deməkdir. 2 üstü moduda x çıxılsın 1 bərabərdir. 2 üstü mənfi atan kimi bunların yerini dəyiş və yaxud da işarələrini dəyiş. Mənfi üstə gəl x olacaq. Yəni daha sərgəli yazsan 2 üstü x çıxılsın 1 olaraq yaza bilərsən. Və aşağı əsaslar eyni deyə tulladın. Baxırsan ki, modul ifadəni içərsən özü olduğu kimi çıxıb. Demək bunun ifadə necəymiş? Ya müsbət imiş, ya da 0-a bərabər imiş. X-in cavabı olacaq 1-dən böyük bərabərlər Y bəndi. 7-ci sual uşaqlar. Demək kosinusun 2 qat düsturudur. Kosinus 2 alfa 2 qat bucaq düsturu gözləyirəm imtahanda uşaqlar görə düşəcəyimi. Kosinus 2 alfa bərabərdir. 2 kosinus kvadrat alfa çıxılsın 1 də var. 1 çıxılsın 2 sinus kvadratı alfa da var. Və yaxud uşaqlar kosinus kvadratı alfa çıxılsın sinus kvadratı alfa. Burada həm həndəsən əsas anlayışları var, həm də trigonometriya bölməsi var. Kosinusun 2 qatıdır. Amma kosinusun 2 qatının uşaqlar necə ifadəsidir? Əksin yazıblar. Birinci sinusu, sonra kosinus kvadrat alfanı yazıblar. Sinus kvadrat alfa çıxılsın kosinus kvadrat alfa sənə verəcək kosinus 2 alfanı yox, mənfi kosinus 2 alfanı uşaqlar. Yəni mən burada bu ifadəni yığanda yazacağam mənfi kosinus 22 dərəcə 30 dəqiqənin 2 qatı sənə verəcək 44 dərəcə 60 dəqiqə. 60 dəqiqə uşaqlar 1 dərəcə olaraq gəlib düşəcək 44 dərəcənin üzərinə. Olacaq mənfi kosinus 45 dərəcə. Bax, ehtiyatlı ola bu hissələrdən buna da düşə bilər sual. Kosinus 45-in cavabı kök altı 2 bölü 2-dir. Mənfisi var deyə cavab olacaq mənfi kök altı 2 bölü 2 uşaqlar. Ümumiyyətlə 180 dərəcəni dəqiqə və saniyə olaraq aça bilərsən. 179 dərəcə 60 dəqiqə. Biraz da atsam uşaqlar, 179 dərəcəni saxlasam, 60 dəqiqəni atsam, 59 dəqiqə 60 saniyə. Və yaxud da buradan bir dənə gəlsəm, 60 olaraq gələcəksən. 179-u 1 vayd azaltsan, 59-un üzərinə 60 əlavə etmiş olacaqsan. Məsəl üçün 178 dərəcə, artıq bunun üzərinə 60 gəl, 119 dəqiqə 60 saniyə. Deyək ki, bunu 118 dəqiqə olaraq göstərmək istəyirsənsə, 178 dərəcə 118 dəqiqə üzərinə 60 əlavə edəcəksən 120 saniyə. Bu dərəcə deməkdir. Bu dəqiqə deməkdir. Bu isə saniyə deməkdir uşaqlar. 2 dənə qoşa xəttdir. Y bərabərdir 2 üstə gəl 10 bölünsün pi aksinus 4x çıx bir funksiyasının qiymətləri çoxunu tapın uşaqlar. Aksinus ifadəsinin qiymətlər çoxluğu mənfi 90 ilə müsbət 90 dərəcə arasında yerləşir. Özü hər ikisini alacaq. Yerinə qoysaq 2 üstə gəl 10 bölünsün pi-ni. Birinci vuracaqsan pi bölü 2-yə. Olacaq 5. 2 ilə 5-in cəmi 7. Bir də uşaqlar 2 üstə gəl 10 böl pi-ni vuracaqsan mənfi pi bölünsün 2-yə. Burada isə mənfi 5. 2 üstə gəl mənfi 5 eləyəcək mənfi 3 cavab olacaq D bəndi. Kosinusda isə qiymətlər çoxluğu 0 ilə pi arasında yerləşir. 8 böl pi-ni vuracaqsan 0-a çıxacaqsan 5-ə. Bura elədi 0. 0 çıx 5 mənfi 5'dir. Bir də 8 böl pi-ni vuracaqsan 2 piyə, sadə piyə, çıxacaqsan 5'i. 8 çıx 5 3 eləyəcək. Cavab olacaq A bəndi. 8-ci sual uşaqlar. Kosinus kök altı 3 bölü 2 veribdir. Kosinus kök altı 3 bölü 2 o deməkdir ki, kosinus kök altı 3 bölü 2-ni harda alır? 30'da alacaq uşaqlar. Yəni pi bölü 6 çıxılsın. Aksinusdur, arktangesdir, mənfi görən kimi atacaq qarşısına. Arkosinusla arkotangens isə uşaqlar mənfi görən kimi
pi çıxılsın yazır, mənfinin başına oynaçır. Bitdi. Mənfini udan yoxdur. Bir dənə kosinus sadə olanda uşaqlar, kosinusun qucağında mənfi alfa varsa, bu artıq kosinusun mənfini udacaq. Kosinusun arkotanges mənfini nə qarşı ata bilir, nə uşaqlar yox edə bilir. Pi çıxılsın yazacaq mənfi görən kimi. Sinusdan arktangens isə mənfi görən kimi mənfini atacaq misalın əvvəlinə. Demək yazıram, pi sinus haqqında danışırdıqda, buradaydıq. Bu mənfini atdıq, bura oldu müsbət. Sinus 2/1, yəni sinus 2/1 harda alır? 30-da. O da pi bölü 6'dır. Tangens var deyə mənfi hücrəyə qarşıya uşaqlar. Mənfi keçdi qarşıya. Tangens kökaltıcı harda alacaq? Artıq mənfi kökaltıcı olaraq düşünmə. Kökaltıcı hardalar? 60-da. Pi bölü 3-də. Və çıxılsın arkotanges var. Bax, bayaq bunu deyirdim uşaqlar. Kotanges mənfi görən kimi və yaxud da kosinus. 2 dənə cılı olanlar mənfini görən kimi pi çıxılsın yazır. Mötəsə qoydum. Pi çıxılsın. Kotanges 1'i harda alır? 45'də. Pi bölü 4'də. Gəl sadələşdirək misalı. Ortaq məxrəclidir. Olacaq 6'da 2 pi. Yəni pi bölü 3. Çıx pi bölü 3. Çıx pi. Üstəyə gəl pi bölü 4. Olacaq nə? Ortaq məxrəcə gətirsəm, mənfi 3 pi bölü 4 verir uşaqlar. C bəndi. Funksiyasının ən böyük qiyməti tapın uşaqlar. Bax, bu da çox rahat sualdır. A sinus x üstəyə gəl çıxılsın B kosinus x. Bax, baxırsanmı? Bucaqları eynidir və qüvvətlərində heç nə yoxdur. Qüvvətlərində heç nə olmayanda uşaqlar bu ifadə ala biləcək qiymətlər Pifaqora hesablanacaq. 6-dan 8-in Pifaqora 100, yəni 10 eləyəcək. İfadənin ala biləcək ən böyük qiymət 10'dur. 10-dan 12'nin cəmi eləyəcək 22 yuxarı 9. Elə ən böyük qiymətini istəyirdi. Ən kiçik qiymət isə daha doğrusu 6 sinus x kosinus 8 sinus x ifadəsinin ala biləcəyi ən böyük qiymət 10 oldu. Məxrəc böyük aldıqca misalın cavabı kiçilir. Kəsr ifadənin cavabı kiçilir. Mənim ən kiçik qiymətimdir. 9 bölünsün bu ifadənin ala biləcəyi ən kiçik qiymət mənfi 10'dur. Məxrəcin cavabı kiçildikcə məxrəcin cavabı kiçilməyə doğru getdikcə isə sənin ifadənin cavabı böyüyəcək. Eləcə 4.5. Cavabımız 4.5'dir. 16-cı sualda uşaqlar. Bax, buna da ehtiyatlı olun. Misal tangens, kotanges varsa qiymət istəyirsə ehtiyatlı ol. 2 vurulsun sinus alfa, vurulsun kosinus alfa. Vurulsun kotanges alfa uşaqlar. Kosinus alfa bölü sinus alfa deməkdir. Sinus alfalar getsə qalacaq nə? 3 çıxılsın 2 kosinus kvadratı alfa. Normalda kosinus kvadratı alfa ifadəsinin ala biləcəyi qiymətlər 0 ilə 1 arasında yerləşirdi. Sadə kosinus, sadə sinus olanda -1 arası. Qüvvətlərində cüt varsa, modul varsa, cüt dərəcədən küçük ifadənin içərisinə dilərsə, əgər kosinusdan sinus, onda 0 ilə 1 arasında qiymət alacaq. Tangesdən kotangesi bilirsən də, ürək istəyən qiymətləri ala bilirlər. 2-3 altına falan salsa, təbii ki, mənfi almayacaq. Aparıb kosinusun yerinə, kosinus kvadrat alfanın yerinə 0 qoysam, 3 çıxılsın 2 vurulsun 0 eləyəcək 3. Bir də 3 çıxılsın 2 vurulsun 1 eləyəcək 1. 3-dən 1 arası uşaqlar. Əgər misalda kotanges olmasaydı, yəni cavab olardı 1-dən 3 arası. Hər ikisini alardı. Amma kotanges və ya tanges varsa misalda məxrəc söhbəti var axı. Ona görə heç birini almayacaq uşaqlar. Ala biləcək tam qiymətlərin cavabı eləyəcək 2. Burada uşaqlar bir dənə baxaq. Sinus x bir dəqiqə. Sinus x-i məxrəcə verib. Sinus x məxrəcdədirsə məxrəc nə ola bilməz? 0 ola bilməz. Kosinus, sinus 0 aldığı yer haradır? 0. Kosinus 0'dan neçə alır? 1. Burada 1 aldığı ucu sadəcə götürməyəcək. Digər ucu isə götürəcək. Digər ucunda problem yoxdur. Yəni cavab 2 ilə 3 olacaq. 5. 11-ci sualda ifadələrdən hansının qiyməti mənfidir? Tangens 3 veribdir. Bu uşaqlar 3 radiyandır. Vuracaqsınız 57-yə, eləyəcək 171. Neçənci rübün bucağıdır? 171, 0, 90, 180 ikinci rübdə tangens mənfi alır. Niyə mənfi alır? Çünki kosinus mənfidir, sinus müsbətdir. Tangens 3 pi. Bir dənə baxın uşaqlar, 1 pi, 2 pi və 3 pi. Gəlib düşəcək bura. Tangens 180 dərəcədə 0 alır. Müsbətliyi və mənfi müzakirə oluna bilməz. Tangens pi də həmçinin 0'dır. Müsbət mənfi deyil. Tangens 333 dərəcə düşəcək 4-cü rübə. 4-cü rübdə uşaqlar tangens mənfidir. Niyə? Sinus mənfidir, kosinus müsbətdir. Müsbət bölü mənfi sənə verəcək mənfi. Tangens 3 isə 1-ci rübün bucağıdır. 1-ci rübdə uşaqlar tangens müsbətdir. 1-ci rübdə ümumiyyətcə bütün funksiyalar müsbətdir. Cavab olacaq 1, 5.
58-ci sualda funksiyanın əsas dövrü uşaqlar. Çox maraqlı sualdır. Əsas dövr deyəndə demək işarə olunur T hərfi ilə. Əsas dövr deyirsə x-in əmsalını, yəni a kvadratı çıxılsın, daha doğrusu kosinüsün qüvvəti müsbət yoxsa, cütü yoxsa təkdir ona baxacaqsan. Qüvvət baxırsan ki, təkdir. 2 pi bölünsün. Bu həm sinusda da belədir, həm də kosinusda da belədir. Qüvvət təkdirsə 2 pi-ni bölürsən, qüvvət cütdürsə pi-ni bölürsən. Əgər tangesdən kotanges verirsə, qüvvətliliyin təklilinə və cütünə fikir verməyəcəksən. Həmişə pi bölünsün qeyd edəcəksən. 2 pi bölünsün modulda a kvadratı çıxılsın 30 bərabərdir pi bölünsün 3-ə. Piləri qısa aparsanız uşaqlar, modulda a kvadratı çıxılsın 30 bərabərdir 6-ya. A kvadratı çıxılsın 30 bərabər 6-dırsa, a kvadratın 36 qalacaq. A-nın cavabı qalacaq müsbət -6. Və həmçinin a kvadratı çıxılsın 30 bir dəfə bərabər olmalıdır -6-ya. A kvadrat bərabər 24-ə. A-nın cavabı qalacaq müsbət -6 24. Neçə qiymətində uşaqlar? 4 dənə qiymətində. Çox maraqlı sualdır. 43-cü sual bayaqki söhbətdir. 9-12-nin Pifaqoruna baxacaqsan. 81, 144, 225, 15 ilə -15 C bəndi. 31-ci sualda burada isə qüvvətləri var. Siz bu misalı eyniləşdirməlisiniz. Ya sinus kvadratı x əvəzləməlisən, ya da kosinus kvadratı x əvəzləməlisən. Hardan uşaqlar? Əsas eynimiz var idi. Sinus kvadratı x üstə gəl. Kosinus kvadratı x bərabər 1 olanda sinus kvadratı x necə yazırdıq? 1 çıxılsın kosinus kvadratı x olaraq. Apar burada sinus kvadratı x əvəzinə yaz. 5 vurulsun 1 çıxılsın kosinus kvadratı alfa. Üstə gəl 3 vurulsun kosinus kvadratı alfa. 5 çıxılsın 5 kosinus kvadrat alfa üstə gəl 3 kosinus kvadrat alfa. Bu da bizə verəcək 5 çıxılsın 2 kosinus kvadrat alfa. Kosinus kvadratın ala biləcəyi qiymətlər uşaqlar 0-dan 1-dir. Hər ikisini alır. 2-ni 0-a vuranda 0, 5 çıxılsın 0, 0 elədir. 2-ni 1-ə vuranda 2, 5 çıxılsın 2 uşaqlar. Niyə olmadı? Bir də baxaq. 0, 5, bir dəfə 5 qiymətini alır. 5-i, 5 qiymətini alacaq. Bir dəfə də aparıb 1 yerinə qoysaq, 5 çıx 1, 3 elədi uşaqlar. Cavab oldu C bəndi. Funksiyasının qiymətlər çoxluğu, buradakı x-in əmsalı qiymətlər çoxluğuna təsir etmir, ancaq dövrlərə təsir edir. Qoysun alabiləcəyi qiymətlər mənfilə 1 arasında dəyişir. 51-ci sual uşaqlar. Kəsini ixtisar edin deyir. Yuxarıda vurqlara ayıracaqsınız. Baxırsan kökləri cəmi 5-dir, kökləri hasiyəsi 6-dır. Söhbət 2 və 3-dən gedir. Yəni sinus alfa çıx 2 və sinus alfa çıx 3. Aşağıda kosinus kvadrat alfanı əvəzləsək uşaqlar. 1 çıxılsın sinus kvadrat alfa olaraq əvəzləsən. Bu ilə bunu aparsaz. Qalacaq nə? Mənfi sinus kvadrat alfa üstə gəl 2 sinus alfa. Mənfini çıxarsaq, mənfi sinus alfanı çıxarsam, qalacaq sinus kvadrat alfa çıx 2. Sinus alfa daha doğrusu çıx 2. İxtisar gedəcək, qalacaq sinus alfa çıx 3 bölünsün mənfi sinus alfa. Mənfini yəqin ki, bura təsir etdiriblər. 3 çıx sinus alfa bölünsün sinus alfa. Cavab olacaq D bəndi. Bunlar səhvən düşür uşaqlar. M parametrin hansı qiymətindən düz xətlərin kəsş nöqtəsi o y-oxu üzərindədir uşaqlar. Əgər kəsişmə sözü varsa, bir funksiyanın y-i digər funksiyanın y-nə bərabərdir, həmçinin absislər də bərabərdir. Kəsişmə nöqtələri o y-oxu üzərindədirsə, o y-oxu üzərində olmaq o demək ki, uşaqlar, bunun x-i 0-dır. X-i yenə 0 qoyduq, x-i yenə 0 qoyduq. 3my çıx 4 bərabər 0. 3my bərabər oldu 4-ə. Hələ ki, saxlayaq bunu. Bir də gəl buranı vurub açaq. 9my çıxılsın 3y çıxılsın 1 bərabər 0 uşaqlar. Əgər 3my-in cavabı 4-dürsə, 9my-in cavabına qalacaq 12 çıxılsın 3y çıxılsın 1 bərabər 0. 11 çıxılsın 3y bərabər 0. 11 bərabər 3y-ə, y-in cavabına qalacaq 11 bölünsün 3. 11 bölünsün 3 harada var? Bizə bir dəqiqə, y istəmir, m-i istəyir uşaqlar. M-i tapmaq üçün yenəcəyik, aparıb y-in yerinə 11 bölünsün 3 qoyacaq. 3 vurulsun, m vurulsun 11 bölünsün 3 bərabər 4-ə. 33 m bərabər 12-yə. M-in cavabına qalacaq 12 böl 33. İxtisar aparsaq 4 böl 11. Ha bəndim. 18-ci sualda funksiyanın tərsini tapın. Funksiyanın tərsini tapmaq üçün etmək lazımdır. X ilə y-in yerini dəyişmək lazımdır. Bəs misalda y yoxdursa neyniyək? Y yoxdur uşaqlar, əvəz edicisi fx-i yazıblar da. Fx y deməkdir. Gəl başlayaq x-dən y-in yerini dəyişməyə. Y yazıldığı üçün birinci başlayıram. X bərabərdir. X-dən y-in yerini dəyişdirəm.
Burada y qeyd olunacaq. Burada həmçinin y qeyd olunacaq. Y bölünsün, y üstəgəl 3-dür. Və uşaqlar, misaldan y-i tapmağa çalışacaqsınız. X-in altına bir transfer girsək, y bərabərdir. Y üstəgəl 3x. Y-ləri yan bayan atmağa çalış. Y çıxılsın x, y bərabər 3x-ə. Y ortaq rol çıxarsan qalacaq 1 çıxılsın x bərabərdir 3x-ə. Y-in cavabını isə 3x bölünsün 1 çıxılsın x qalır uşaqlar. 3x bölünsün 1 çıxılsın x cəvəndə olmuş olacaq. Funksiyalardan hansı bütün də oxuna deyir azalandı. Həmişə azalan uşaqlar kubik funksiya olacaq. Kubik funksiyanın əmsalı mənfidirsə azalandı. Cavab olacaq A bəndi. Kvadratik funksiya, yəni üstünə cüt olan funksiya həm artan, həm azalan funksiya olmuş olacaq. Hansı həmişə artan uşaqlar? Kubik dəlinin əmsalı müsbət olan. 39-cu sualda x-in istənilən, burada uşaqlar istənilən ixtiyari bütün həmişə sözlərdən istifadə etsə və yaxud da mənfi sonsuzluq, müsbət sonsuz sözlərdən istifadə etsə, kvadratik dəlikdən danışıram amma başqa yerdə olsa istifadə eləməyəcək. Diskriminantın cavabı sıfırdan kiçik olmalıdır. Misalın cavabı həmişə mənfidir və yaxud da həmişə müsbətdir sözdən istifadə edə bilər. Əgər həmişə mənfidirsə, A əmsalı mənfi olmalıdır. Əgər həmişə müsbətdirsə, A əmsalı müsbət olmalıdır uşaqlar. Yəni mən burada A-nın cavabını sıfırdan kiçik qəbul edəcəyim. Həmçinin diskriminantın cavabı da sıfırdan kiçikdir. A əmsalı n-dir, B əmsalı n çıx 2-dir, C əmsalı isə həmçinin n çıxılsın 2-dir. D uşaqlar bərabər n çıx 2-nin kvadratı çıxılsın 4 vurulsun n vurulsun n çıx 2. Diskriminantın cavabı sıfırdan kiçikdir. N kvadratı çıxılsın 4n üstəgəl 4 çıxılsın 4n kvadratı üstəgəl 8n sıfırdan kiçikdir. Sənə nə verəcək bu ifadə? Mənfi 3n kvadratı mənfi 4n-in 8n-in cəmi müsbət 4n verəcək uşaqlar və üstəgəl 4 sıfırdan kiçikdir. Diskriminantla işləyəcəyik. D bərabərdir B kvadratı 16 çıxılsın 4 vurulsun 4ac 4 vurulsun mənfi 3 vurulsun 4. Gəl hesablayaq. 16 üstəgəl 48 eləyəcək 64. N1 bərabər mənfi 4 üstəgəl 8 böl 2a yəni mənfi 3-ün 2 qatı mənfi 6 4 böl mənfi 6 2 böl 3 verəcək mənfisi ilə. N2-nin cavabı isə mənfi 4 çıx 8 böl mənfi 6 mənfi 12 böl mənfi 6 cavab eləyəcək 2. Mənfi 2 böl 3 və 2 uşaqlar. Misalın cavabından kiçik olacaq deyə ortaya düşəcək cavabım. Gəlin gəlin sənin üçün hesablayayım onu. Mənfi 2-də 3. Daha kiçik deyə sola yazdım. 2-ni sağa yazdım. Buradan 0 qoysun aralığa. 0 qoyub yoxlasaq, harda uşaqlar, harda yoxlayacaq? Ən sonuncu halımızda. Bax, burada 0 apap yerinə qoysam, misalın cavabı müsbət 4 vermiş olacaq. Yəni, orta hissənin cavabı müsbətdir. Qıraqlara mənfi qalacaq. Yazdıq mı? Bəli, 0 qoyduq, müsbət oldu. Qıraqlarda mənfidir. Misalın cavabı uşaqlar, qıraqlar verəcək bizə. Bir də bayaq da deyək ki, A əmsalı sıfırdan kiçik olmalıdır, çünki mənfi sözdən istifadə edilir. Burada xahiş edirəm, istənilən, ixtiyari, bütün, mənfi, sonsuz, müsbət sonsuzluq deyəndə nə edəcəksən? Diskriminantın cavabını sıfırdan kiçik eləyəcəksən. N-in cavabı sıfırdan kiçik olması üçün, gəl onu fərqli ruçqa ilə göstərim sənə, sıfırdan kiçik olmalıdır. Qırmızı ilə mavinin kəsişmə hissəsi uşaqlar, mənfi sonsuzluq, mənfi 3-də 2 arasıdır. Mənfi sonsuzluq, mənfi 3-də 2 arası cavab olacaq C bəndi, yəni mənfi 3-də 2-dən kiçiklər. Rasional əmsalı söz deyirsə, uşaqlar ifadəmizin kökləri birinin qoşması olacaq. Əgər bir kökü kök altı çıxılsın birin kvartıdırsa, bax deyir, o x oxunu absisi filan nöqtə olan kəsirsə, kök altı çıxılsın bir kvartı olan nöqtə kəsirsə, yəni sənin köklərdən birini veribdir. X oxunu kəsmək bizim tənimizin kökü olmaq deməkdir. Demək, digər kökdə uşaqlar kök altı üstəgəl birin kvadratı verəcək. Bir də bunları bir-birinə vuracaqsan, nöqtə səhiyyən olacaq. Kök 6 çıx 1, kök 6 3 üstəgəl 1-in mörtsə kvadratı olacaq. Yəni 3 çıx 1, 2, 2-nin kvadratı 4 elədi uşaqlar. P üstəgəl 2-ni istəyir. 2-ni tapdım mən 4. P isə bunların köklərinin cəminin əksidir. Kök 6 3 çıx 1-i açacağam. 3 çıxılsın 2 kök 6 3 üstəgəl 1 topla. Kök 6 3 üstəgəl 1-in kvadratını açacaqsan. 3 üstəgəl 2 kök 6 3 üstəgəl 1 qalacaq 6 üstəgəl 8. Bu isə mənfi 8-dir. Mənfi 8 ilə 4-ün cəmi isə mənfi 4 vermiş olacaq bizə. 31-ci sualda parabolasının təpə nöqtəsi OX oxu üzərinə yerləşir. Yəni diskriminantın cavabını 0 bərabərləşdirəcəksən. Təpə nöqtəsinin apsisi deyir mənfi olar. Yəni mənfi B bölü 2-nın cavabı 0-dan kiçik olması üçün hər tərəf mənfi vursam, B bölünsün 2-nın cavabı 0-dan böyükdür. Bizdə uşaqlar B-nin cavabını mənfi P durubdur.
Mənfi P bölünsün. A misal müsbət 1-dir. 2-nin 1-ə vurulan müsbət eləyəcək. Müsbət 2 eləyəcək. Sıfırdan böyüksə hər dəfə 2-yə vurdum. Mənfiyə vurdum uşaqlar. P bölü 2 sıfırdan kiçik olacaq. Demək P-nin cavabı mənfiymiş. Burada hesablayanda uşaqlar P-nin 2 cür cavabını alacaqsınız. Deyəsən müsbət 8-dən mənfi 8 idi. Biz isə müsbətin mənfisini götürməliyik. P-nin mənfi qiymətini götürməliyik. Daim mən bunu işləmədim. Diskmatın sıfırdan kiçik olduğu halda işlaqlarımı işləməyəcəm. Çox vaxtımız getməsin. Buradan bir dənə sual işləmək istəyirəm. Uyğunluğu deyir müəyyən edin. Y funksiyanın qiymətləri çoxluğu, yəni misalın uşaqlar ala biləcək qiymətlərdir. Ən kiçik qiymətini deyir tapın. Ən kiçik qiyməti. 9 üstü x uşaqlar və 9 üstü mənfi x-də girəcəksən, bu ifadənin cavabını tapmaq üçün girəcəksən Cauchy teoremindən uşaqlar. Cauchy də düşmüş ola bilər, çünki asan bir şeydir. 9 üstü x-dən 9 üstü mənfi x-in cəmi. Demək, Cauchy teoremi deyir ki, mən sənə iki ədədin cəmi haqqında o zaman məlumat verə bilərəm ki, sən o ədədlərin özünün müsbətliyi və yaxud da mənfiliyi deyəsiniz mənə. Ədədlər əgər müsbətdirsə, onda həm ədədlərin cəmi uşaqlar 9 üstü x-dən 9 üstü mənfi x-in cəmi böyük bərabərdir. 2 dənə onların həndəsi ortasından 2 vurulsun kök 6, onların həndəsi ortası uşaqlar. 9 üstü x-dən 9 üstü mənfi x-in hasili sənə verəcək 9 üstü 0, yəni 1. 2-nin 1-ə vurana 2 eləyəcək. Bu ifadəni ala biləcək ən kiçik qiymət 2-dir. 2 üstə gəl 6 eləyəcək 8 və loqaritma 2 əsasdan 8 eləyəcək 3. Ən kiçik qiymət uşaqlar olacaq 3 və 3-dən başlayır qiymətlər alır. 9 üstü x-dən 9 üstü mənfi x bəs hardan bildim həmişə müsbət uşaqlar? Üslü funksiyanın qüvvəti mənfi olsa belə, qüvvəti 0 olsa belə, qüvvəti kəsr olsa belə uşaqlar, üslü funksiyanın cavabı, yəni söhbət A üstü x funksiyasının cavabına gedir. A üstü x funksiyasının qiymətlər çoxluğu demək necə olur? 0-dan müsbət sonsuza doğru uşaqlar. Bax, belə bir cavab alır. 1-i də ala bilər. Yəni 1-i alır. Üstü 0-dan misalın cavabı 1 olur. 28-ci sual. Funksiyasının qrafiki filan nöqtəsindən keçir uşaqlar. Funksiya qrafiklə bölməsi ilə loqaritma bölməsini qarışdırıblar. Keçir, kəsir, ödəyir, alır deyirsə, x-in yerə 27 qoyacaqsan, y-in yerə 15 qoyacaqsan. Yəni misalın cavabı 15-dir. A vurulsun loqaritma 3 əsasdan 27 üstə gəl 9. 3 əsasdan 27 uşaqlar 3 verəcək sizə. 3a üstə gəl 9 bərabər 15-dir. 3a bərabər 6-dır. A-nın cavabını 2 qaldı və sizdən F9 istəyir. Nə deməkdir bu? A-nın cavabı 2-dirsə, 2 vurulsun loqaritma 3 əsasdan 9 üstə gəl 9 deməkdir. 3 əsasdan 9-un cavabı 2 eləyəcək. 2 vur 2, 4. 4-dən 9-un cəmi eləyəcək 13. Funksiyasının təyin obasının daxil olan ən kiçik tam ədəd tapın uşaqlar. Təyin obasından sual düşmüş ola bilər. Demək, burada qüvvət üçün, daha doğrusu sürət üçün problem yoxdur. Loqaritmanın qucağı uşaqlar həmişə müsbət olmalıdır. 0 ola bilməz. X-in cavabı 2-dən böyük olacaq. 2-dən yəni müsbət sonsuza doğru. Burada isə uşaqlar x çıx 4 də həmçinin 0-dan böyük olmalıdır. X-in cavabı 4-dən böyükdür və məxrəc nə ola bilməz? Ln x çıx 4-ün cavabı bərabər olmamalıdır nəyə? 0-a. Ox qaydasına girsəz uşaqlar, Ln aşağı əsası y-dir. Y üstü 0-a girsən, onsuz da bilirsən də bütün ədədlərin üstü 0 sənə 1 verəcək. X-in cavabı 5 ola bilməz uşaqlar. Çünki loqaritmanın cavabı nə zaman 0 idi? Yuxarısı 1 olanda. Bu ifadənin yuxarısını 1-ə çevirən qiymət x-in 5 qiymətidir. Yəni x-in cavabı 5 ola bilməz. Gəlin tez intervala girək. Baxaq misalın cavabı nədir? Bir dəfə uşaqlar 2-dən böyüklərdir. Bir dəfə 4-dən böyüklərdir. Gəldi qırmızı ilə qara kəsişdi 4-dən böyüklərdir. Amma 5 ala bilmir. 5 ala bilmir uşaqlar. Demək, necə olacaq misalın cavabı? 4-5 arası 4 alınır, 5-i də alınır. Birləşsin 5-dən müsbət sonsuzlar uşaqlar. Burada bir dənə 5 var ki, onu almır. İçərisi boşdur. Bunların içləri həmçinin boşdur. Təyin obasına daxil olan ən kiçik tam ədəd tapın uşaqlar. Cavab olacaq 6. Funksiyasının təyin obasını tap. X çıx 1 ifadəsi 0-dan böyük olmalıdır. X-in cavabı olacaq 1-dən böyük, 1-i almır. Funksiyasının təyin obası eyni söhbətdir. X üstə gəl 1 böyük olmalı 0-dan. Aşağının uşaqlar normal olması təyin obası dəxsi yoxdur. Bərabərliyi falan olanda təsir olacaq. X-in cavabı olacaq mənfi 1-dən böyük D bəndi. İfadəsinin qiymətini tapın uşaqlar. Bu sualı özəlliklə seçmişəm. Çünki burada 2 üstü loqaritma 2 əsasdan 5-in kubu var. Gəlin görək necə hesablayacaq uşaqlar. Demək 2 üstü, burada kubu var deyə mən bunu belə yazacağam. Yəni sən bu 2 ilə bu 2 apara bilmərsən, qəti. Çünki dərəcə olaraq 3 yazdıq bura. Loqaritma 2 əsasdan 5 vurulsun loqaritma 2 əsasdan 5-in kvadratını qeyd etdim uşaqlar. Bəli, indi bunlar aparacaq bir-birlərini. Qalacaq, bax bu 5 üstündə loqaritma
2 əsasdan 5-in kvadratı çıxılsın 5 üstü loqaritma 2 əsasdan 5-in kvadratı və uşaqlar üstəgəl, bunlar olsa islah getdi də eyni şeydir. Üstəgəl 2 üstü loqaritma 4 əsasdan 25. 25-i 5 üstü 2 yazsaq uşaqlar. 4-ü 2 üstü 2 yazsaq. Bu 2 gəlib işicə qarşıya vurma olaraq. Bu 2 gəlib düşdü qarşıya uşaqlar məxrəcə bölmə olaraq. İşlər ixtisar getdi. Qaldı 2 üstü loqaritma 2 əsasdan 5 və misalın cavabı uşaqlar 5-dir. Bu sualda sinusun 2 qat bucaqçısından istifadə olunmuş. Uşaqlar loqaritmalar arası toplama varsa, loqaritmalar bir-birinə vurulacaq. Olacaq loqaritma kök altı 2 əsasdan 2 sinus pi böl 12 vurulsun kosinus pi böl 12 uşaqlar. Baxın, bu ifadə bizə verəcək sinus pi böl 12-nin 2 qatı. Yəni neçə? Loqaritma kök altı 2 əsasdan sinus pi böl 6. Sinus pi böl 6 nə deməkdir? Sinus 30 dərəcə deməkdir. Olacaq loqaritma kök altı 2-ni qüvvət olaraq göstərsən 2 üstü 2 1 olaraq yazmalısan. Sinus pi böl 6 sinus 30 deməkdir. Sinus 30 uşaqlar 2-də 1-dir. 2-də 1 isə bəs necə yazaram? 2-də 1 necə yazaram? 2 üstü mənfi 1 olaraq yazaram. Yuxarının qüvvəti gəlib düşəcək loqaritmanın qarşısına vurma olaraq. Aşağının qüvvəti gəlib düşəcək loqaritmanın qarşısına tərs olaraq. Yəni mənfi 1 vurulsun. 2-də 1-in tərsi 2 olduğu üçün 2 olaraq gəldi uşaqlar. Və qaldı nə? Loqaritma 2 əsasdan 2. Bunlar getsə cavab qalacaq mənfi 1 vur 2, yəni mənfi 2. Qrafik hansı funksiyaya uyğun ola bilər uşaqlar? Baxırsınız ki, x-in yerinə 1 qoyanda, misalın cavabı 0 alıbdır. Loqaritma funksiyası olmalıdır bu. Cavab ya B-dir ya D-dir. Çünki Y bəndində y-in cavabı 1-dir, 0 deyil. Sinus 1 müsbət hər hansı bir qiymətdir. 2 üstü 1-in cavabı 2-dir. Baxırsan ki, sol tərəfdən izləyəndə qollar artır. Qollar artırsa uşaqlar normal olmalıdır. Anormal yox. Cavab olacaq B bəndi. 38-ci sual. Şəkildə A və B nöqtələri üstü funksiyasının qrafikinin karan topları kəsm nöqtələridir. AOB üçbucağının sahəsini tapır. Bu üçbucağın sahəsini tapmaq üçün uşaqlar bizə AO məsafəsi lazımdır və OB məsafəsi lazımdır. AO məsafəsini tapmaq üçün baxırsan ki, x oxunu kəsir. X oxunu kəsirsə bir dəfə y-in yenə 0 qoyarsan. Mənfi 4 ataram bu tərəfə olacaq. Müsbət 4 bərabər 2 üstündə x üstə gəl 3-ə. 2 üstü 2 bərabər 2 üstündə x üstə gəl 3-ə. İşləri aparsaq x-in cavabına mənfi 1 qalmış olacaq. Buranın qiyməti mənfi 1-dir. Bir də OB nöqtəsini tapmış olsaq uşaqlar, B nöqtəsi nə edir? Y oxunu kəsir. Y oxunu kəsirsə, aparıb x yenə 0 qoyarsan. 2 üstü 3-ün cavabı 8, 8 çıx 4, 4 eləyəcək. Burasının cavabı qaldı 4. AOB üçbucağının sayəsi olacaq 1 vurulsun 4 bölünsün 2. Yəni misalın cavabı 2-dir. 30-cu sual. Funksiyasının təyin olmasını deyir tapın uşaqlar. Üstü 1 böləklik var. Gəlib keçəcək məxrəcə. Yəni 3 üstündə 2 çıx x. Çıxılsın 1 bölü 27. Məxrəc nə ola bilməz? 0 ola bilməz. 3 üstündə 2 çıx x-i saxlayacağım. Mənfi 1 bölü 27-ni atacağım sağ tərəfə. Olacaq necə? Müsbət 1 bölü 27. 3 üstü 2 çıx x-i bərabərləşdirəcəyəm. 3 üstü mənfi 3 uşaqlar. 3-ləri tullasaq, olacaq 2 çıx x bərabər mənfi 3. 5 bərabər x-ə. X 5-dən başqa hər şey ola bilir. Ha bəndi. Funksiyasının tərs funksiyasını tapın uşaqlar. Bu y-dir. X ilə y-in tez yerini dəyişək. X bərabərdir. 3 vurulsun 2 üstündə y çıx 5 üstəgəl 1. İndi y-i təhləməyə çalışacaqsan. Əvvəlcə müsbət 1 at. X çıx 1 bərabərdir. 3 vurulsun 2 üstündə y çıx 5. Hər tərəf 3-ə böl. X çıx 1 bölü 3 uşaqlar. Əslində misalın cavabını burada tapmış ola bilərsən. 2 üstü y çıx 5 var. Və buradakı 2-ni necəsə yox etməliyəm uşaqlar. Hər dəfə loqaritma 2 əsasını əlavə edəcəyəm. Loqaritma 2 əsasdan x çıx 1 bölü 3 bərabərdir. Loqaritma 2 əsasdan 2 üstündə y çıx 5. Bunlar getdi uşaqlar. Burada isə nəyi var bunun? Loqaritma 2 əsasdan x çıx 1 bölü 3 olduğu kimi saxladım. Misalın cavabı y çıx 5-dir. Mən 5-i atdım uşaqlar. Müsbət 5 olaraq gəldi. Cavab oldu D bəndi. 4 sinus x vurulsun kosinus 3x bərabər bir tənini həll edin uşaqlar. Trigonometrik tənin düşməmişdir. Bu səfər gözləyirik. Görən necə olacaq. 4-ü parçalasaq 2 vurulsun sinus 3x vurulsun kosinus 3x bərabər 1.
Demək 2 vurulsun sinus 3x kosinus 3x sənə verəcək sinus 6x bərabər 1. Sinus 6x bərabər çoxlar 2-də 1. 6x bərabər sinusun bərbəzəyi var idi. Misalın cavabı müsbətdirsə -1 üstü k yazırıq. Misalın cavabı mənfidirsə -1 üstü k plus 1 yazmalısan. Vurulsun sinus 3-də 1 harda alır? 30-da, yəni pi bölü 6-da. Üstəgəl pi kası da var. X-in cavabını tapmaq üçün -1 üstü k-nı pi böl 36-ya və bir də pi k böl 6-ya əlavə etdik. Cavab oldu Y bəndim. 23-cü sual.